Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Yeni bir sual tipi ilə sizin qarşınızdayım və gəlin sualın izahatına baxaq. Nəzrin İngilis sinifindəki şagirdlər sıralara 4-4 oturduqda 6 şagird ayaq üstə qalır, lakin 5-5 oturduqda 2 sıra boş qalır. Nəzrin İngilis sinifində neçə sıra və nə qədər şagird var? Bu tip suallar parta şagird məsələlərinə aid mövzudandır. Bu mövzuyla bağlı biz YouTube kanalımızda izahat vermişik. Əgər sizin də bu mövzuyla bağlı çətinlikləriniz varsa YouTube'dan bizi izləyə bilərsiniz. Və indi isə biz sualımıza keçək. Sualda bildirildiyi kimi 4-4 oturanda 6 şagird ayaq üstə qalır. Biz sıraların sayını bilmədiyimizə görə sıraların sayını x qəbul edirik. Və onda 4-4 oturduğuna görə 4'ü vururuq x-ə və üzərinə 6 şagirdin sayını əlavə edirik. Deməli, bu qədər şagird var. Və həmçinin bu eyni ilə bərabər deməyə uşaqlar 5-5 oturanda 2 sıramız bizim boş qalır axı. Ümumi sıralarımızın sayı x idi. 2 sıramız boş qalırsa yazıram x sıx 2. Neçə oturanda? 5-5 oturanda. Onda bu ifadəni başlayırıq biz həll etməyə. Bu ifadədə görürük ki 4x plus 6 bərabərdir 5x minus 10. Ədədləri bir tərəfə keçirirəm. Dəyişəni olan ifadə rəqəmləri bir tərəfə, yəni 5x ilə 4x'i bir yana keçirdim. Burada aldım 16 bərabər oldu x-ə. Deməli, Nəzrin İngilis sinifində 16 dənə sıra var. Deməli, yazıram nə qədərdir sıra? Sıra 16 dənədir. İndi gəlir Nəzrin İngilis sinifinin uşaqların sayını. Uşaqların sayını 4x plus 6 bərabər eləmişdiksə biz, onda biz burada yazırıq 4 vurulsun 16, üstə gəlin 6. Bu da bizə verir nə? 4 dəfə 16'nın 64, 64 üstə gəl 6 da bizə verəcək 70. Deməli, Nəzrin İngilis sinifində 70 şagird var imiş. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.